Şəhid Məhəmmədəli Hörmətoğlu Həsənzadənin doğum günü münasibəti ilə Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub və gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordunun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daimə yüksək olması imkan verdi ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası, Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Çıxış edən Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov bildirib ki, Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Həsənzadə Məhəmmədəli Hörmətoğlu ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib. Allah rəhmət eləsin.